Cümə namazının fəziləti haqqında bir çox göstərişlər var. Məhsumlar buyurur ki, 4 şəxs həyata yenidən başlayar. 4 dənə əməl sahibi. Birincisi buyurur ki, o insan ki xəstə ola, öz xəstəliyindən şikayətlənməyə, deyinməyə, bu nə idi mənim başıma gəldi. Xəstə idi, Allaha hər halına şükr eləyirdi. Həzrəti Əyyub əleyhissalamın bədəninə, canına qurtlar düşmüşdü. Belə gözünlə görürdü, bədənində qımıldayırdılar, bədənini yeyirdilər. Amma dedi, Allah sənə sonsuz şükürlər olsun, bu halıma da şükür. O qədər önəmlidir. İkincisi buyurur ki, İslamı qəbul edən müşrik. O müşrik ki, İslamı qəbul elədi, kəlmə-i şəhadəti gətirdi. Əvvəldə hər nə eləyibdi, Allah o günahlarını bağışlayar. Üçüncüsü, həcc əməllərini başa vuran şəxs. O şəxs ki, vacib həccdə gedir, iştirak eləyir, həcc əməllərini başa vurur. Allah Teala onun bütün günahlarını bağışlayır, paklayır. O həcc əməllərini yerinə yetirəndən sonra paklayır, pak bir şəxsiyyət kimi evinə yola salır oradan. Dördüncü şəxs də o şəxsdir ki, cümə namazını qılıb yola düşə, gələn məsciddə cümə namazını qıla və cümə namazından sonra yola düşə, öz işinin arxasından gedə, Allah Teala onu dünyaya yeni gəlmiş körpə uşaq kimi pak-pakizə eləyər. Hədislərdə baxsaq görərik ki, Həzrət Rəsulullah buyurur ki, cümə namazı kasıbların həccidir. Allah Teala cümə namazını gəlib qılıb, cümə namazında iştirak eləməyin fəzilətini həcc ziyarətinə bərabər edir. Deyir ki, kasıbların həccidir cümə namazı. O qədər önəmlidir. Deyir, kim iman səbəbindən Allahın razılığını əldə etmək üçün cümə namazına getsə, əməl naməsi yenidən yazılar.